Demək, sizə mən bir daha yaxınlaşıram. Şəkil gətirilsin ekranlara. Demək, qız ana dediyi şəxs sonradan məlum oldu ki, anası deyil, anası yanında əyləşib, xalasıdır. Və bu şəxsi biz axtarırıq və deyəsən məlumat daxil olubdur. Hə? Məlumat daxil olubdur, ola bilər. İndi biz bunu, necə deyərlər, dəqiqləşdirməliyik də. Çox xahiş edirəm, təlaş da salmayaq. Yəni, bilirəm ki, neçə ildir siz onu axtarırsınız. İndindən sonra biz onu axtarırıq. Və sizə bizim xəbərimiz olacaq. Yaxşı, xəbərimiz olacaq. Ola bilsin ki, elə bu sizin ananızdır. Nə gözəl olar. Nə gözəl olar. Və biz çox sevinərik. Çox sevinərik. Verilişimizin ikinci hissəsində hər birinizi xoş gördük bir daha və təbii ki, söhbətimizi qaldığımız yerdən davam edirik. İndi biz araşdırırıq. İnşallah mən çox arzu edirəm ki, sizin gözyaşlarınız sevinç gözyaşları ilə əvəz olunsun. Allah qoysa biz ümid edirəm ki, taparıq onu. İnşallah, inşallah. İndi yenə də deyirəm, 2 il az müddət deyil. Doğrudan da indi çoxları bizə bildirirlər ki, yəni 2 il birdən, hə? Hər yerə getmişsiniz. Gümanınız gələn hər yeri axtarmışsınız. Gitmişəm, dəlixanaya gitmişəm. Yəni siz xəstəxanaya getmişsiniz ki, bəlkə orada ola. Deyirəm ki, iynə zadırırlar ya, başından zadından vurarlar. Aydın da çox qəribədir. Çox qəribədir ki, bu insan xəstəlik tapıyor bunu, ilk dəfə infak edilməyir. Çox xahiş edirik bu insanı görənlərdən, bu insanı tanıyanlardan. Ola bilər bəlkə kimsə evində saxlayır, ola bilər insan məsəl üçün yıxıla bilər, travmalar, huşu gedər, qohumu, əqrəbəsinin adını yadından çıxardar. Bax, ekranda gördüyünüz bu xanımı biz axtarırıq. Adı nədir xanımın? Məhbubə. Məhbubə. Aha. Adını da yadından çıxarsın, bilməsin. Ola bilər, aha. Azərbaycan xalqının hamısından xahiş edirəm. Bacımı bəlkə görsələr, xəbər versinlər sizə, aynəsə. Və siz hədiyyə də ayırmışsınız. Çünki bəzi... Evinə ayırmışam. Kim tapıb bacım gətirsə evini verəcəyim ona. Bunu həmişə demişəm, polisdə də demişəm, hər yerdə deyilin bacım ne evi onlarındır. Təkə sağ-salamat onu gətirsinlər. İnşallah, inşallah. Onu özüm sağlamışam, özüm büyütmüşəm. Ərə gitməmişəm, onu sağlamışam. O mənim böyük qızım olub. Dəhşət. Baxsız atasını idirib, baxsız atasını idirib. Hamısıdır. Ana bala olmuşuq biz. Həyatımı sərbiləmişəm ona mən. 3 ildir də yoxdur. 3 ildə çəkmədiyim əziyyət qalmayıb. Tapmadığım xəstəlik yoxdur. İçim boşdur, buna qalxa bilmirəm. Görən də deyirlər raya yeriyir. Yerimlə mən yaşamıram bu 2 ildə. Yaşamıram mən. Adamların üzünə gülürəm ama içim partlayır. Maaşım vursaydı, ölsəydi məni yandırmazdı. O cürə ağıllı, savadlı mən əziyyət çəkib uşaq oxutmuşdum. Analıq eləmişdim, baxmayaraq gözümdə uşaq idim. Ne üzüm çəkmişəm, onu oxutmuşam. Ona aparanlar əlləri qurusun. Əlləri qurusun onu qırayanların. O cürə savadlı qızı, o ev oy qızıydı, elə belə qız deyildi axı o. Onu necə qıydılar, apardılar. Valla indi bu fərziyyələrdir də, siz indi deyirsiniz ki... Ben yalvarırım, çok yalvarırım. Benim anamı mənə tapın getirin. Hiçbir evlat anası benim atamda yoktu hiç. Ben ata indiye gibi görmemişim, ben anamı istəyirəm. Ben anamı istəyirəm, bir evladı yetimi koymuydu. Yaxşı.
Özünüzə gəlir, çox xahiş edirəm, çox buyurun, ananıza heç olmasa, yəni ki, psixoloji təsir göstərə bilərsiniz. Ananız bir dəfə iflic olubdur, olmaz, çox ürəyinizi salmayın, hə? Anam Ona görə də qızım, iki sən dəfə infak edib, mən qalmışam, mən ana heç kim istəyir. ona görə də sən gərək güclü olasan ki, anana dəstək olasan da. İndi nə olar? İndi itibdir, başa düşürük, bu ağırdır, çox böyük fəciədir. İndi siz deyirsiniz, aparıblar. İndi bunu aydınlaşdırmaq lazımdır, bunu ortaya qoymaq lazımdır. Biz də indi əlimizdən gələn qədər bu işlərlə məşğul olarıq. Və rəsmi bizdə olan məlumata görə sizin ərizənizə əsasən bacınız bütün Respublika ərazisində axtarılır. Bütün Respublika ərazisində axtarılır. Bizə bildirdilər ki, biz axtarışa son verməmişik və biz bu qadını axtarırıq. Bugün də, bəli. Xahiş edirəm, necə axtarırlar ki, mən ki anamın nömrəsini getdim, çatdım, onu maraqlanmırlar. Yox, sizə elə gəlir, ay qızım, maraqlanırlar, bizə veriblər. Müəyyən məlumatlar var. Sizə indi qızım, kimi, nə hansı formada axtarılır, indi onun məlumat ola bilsin ki, siz uşaq olduğunuza görə, məsəl üçün, verməyiblər. Durub orada, məsəl üçün, məlumatı necə verə bilər? Bunun üçün vəkil var, hüquqşünas var, ondan sonra, yəni, bu prosedura belə həll olur. İndi getmişsiniz, deyə bilər ki, axtararıq, ümumi sözlərlə sizə bildirir. Amma bizə axı onu demirlər, bizə rəsmi məlumat verilib, siz o gün danışdınız və bizə öz iradınızı bildirdiniz, biz də sizin iradınızı nəzərlərinə çatdırdıq konkret bu işdən, yəni, məsul olan şəxslərin. Ona görə narahat olmayın. İnşallah tapılar. Zəylər var ən əsası. Zəylər var. İndi ola bilər indi insanlar səhv edə bilərlər, oxşada bilərlər. Biz bunları araşdırırıq. İnşallah afət, necə ki, dünən birdən-birə burada xoş xəbər verdi ki, qız Pərvanə tapıldı. Mən ümid edirəm ki, sizə də o xoş xəbər verirlər inşallah. Qızım, özünü üzmə. Mən baxıram, bizim qızımız çox gəncdir. Yəni, inanın ki, hamını kövrəltdi burada da. Və özünün də görürəm ki, psixoloji durumu biraz gərgindir bu məsələyə görə. Ona görə də mən təklif eləyərdim ki, əgər özü də istəyərsə, mən istəyərəm ondan psixoloji söhbətlər aparım ki, biraz həm sakitləşsin. Xəstələnirəm, gecə yatıram, yola inirəm. Adam üstümə gəlib örtü, qucaqlayıram, soyuq deyməz, sənin üstümə örtürəm. Hər gecə belə, həmişə xəstə bir şey onda ağlayıram, gecə yuxuma girir, gözümün yaşını silir, indi ağlarına. Yazıq uşaq, yaxşı qızım, yaxşı. Elgiz bəy, elə mən anasından da xahiş eləyəcəm bu məsələni ki, özü çox istəyərdim, yaxınlaşsın, mən də yaxınlaşacam. Deyirəm ki, bir şey məni xüsusilə çox belə təəccüb qalmışam. Deyirəm ki, görün, bu qız çox gözəl bilir ki, o şəxs bunun anası deyil. Bu qızı dünyaya gətirən bu qadındır. Görün, məsəl üçün, bu necə xalasını çox istəyir, necə bilir ki, onun xalasıdır, amma ona anası qədər onu çox istəyir. Deyirəm, ar olsun o insanlara ki, xalasına, bibisinə, yaxınlarına necə böyük, məsəl üçün, pisliklər edirlər. Bax, Lətafət xanım bayaq gəldi bir dəqiqə. Lətafət xanım bayaq gəldi, danışdı. Buyur Səbinə xanım, görsünüz öz doğmaca qardaşı oğlu bibinin evini satıb qadın qalıb blokda yatır yazı soyuqda. Kimə onu vəziyyətə salıb? Öz doğmaca Elgiz müəllim, elə uzağa getməyə, o gün verilişdə o kişi müəllim, hörmətli müəllimimiz, inansız mən evə getdim, səhər saat 8-in yarısına qədər yata bilmədim, ağladım. Elə onun evladını götürək. Bu xalası üçün belə ağlayır, amma o gün o kişi burada ağlayanda hıçqırtı ilə onun doğma oğlunun gözlərinə baxaydınız, necə nifrətlə atasına baxırdı, necə evladlar var, o necə evladdır. Bu xalası üçün, xalası böyüdüb onu itirmir. Ona görə qızım, sən həyatda həmişə xoşbaxt olacaqsan. Allah sənin yollarını açacaq. Amin. Valideynin göz yaşına isə o evlad həyatda heç vaxt xoş bir gün tapmayacaq. Ona görə də bu xanımın cəsarətini alqışlayaq mənə elə gəlir. Cəsarətini, o sevgisini, o saf sevgisini. Çünki hər kəs burada ağlatmaq elə də asan deyil, inandırım sizi. Yəni bu insan doğrudan da elə içdən danışır ki, elə içdən o sevgisini bildirir ki və xanıma özümü tutub demək istəyirəm ki, o xalanız və yaxud da ananız hardadırsa mən bilmirəm təbii ki. Amma eşidirsə də, eşitmirsə onun ruhu şaddır. Təbii ki. Sağ olsa da və yaxud da olmasa da. Yəni ən əsası odur ki, bu sevgi var. Aydındır və biz çox ümid edirik ki, sizi təbrik edəcək inşallah qızım və sizin məsələniz dəhşət səs soraq salıb.
dəhşət səs soraqsalı təsəvvür eləyin ki, sağlam olan bir şəxsə xəstəxanada çox təhlükəli bir xəstədir deyə sənəd təqdim ediblər. Biz də bizim hörmətli Nadir müəllimdən xahiş elədik, bizim hörmətli professorumuz və sizi apardılar xəstəxanaya. Genetik, Günel gəlsin, genetik. Günel, biraz tez gəl. Yaxşı, Günel gələnə qədər mən çox özür istəyirəm, sizdən başlayaq. Siz demək, neçə uşaq anasıydınız? 4 uşaq anası. 4 uşaq anasıydınız. Bəli. İndi belə məlum olur ki, siz bu uşaqlara baxa bilmirsiniz. Xeyr, mən də baxarım. Biz sizə təklif etmişdik ki, siz uşaqları verəsiniz bizə. Daha doğrusu bizim əlimizdən verəsiniz hökumətə. Bu məsələ münasibətiniz necədir? Mən 3 uşağı vermişəm artıq qızlara. Aha. Onlar da saxlamaq istəmirlər. Deyirlər evə apar. Bilirəm, Mən təzədən. şəraitim yoxdur. Aha. Onlar orada qalırlar, amma 27-si hər dəfə yay tətilində də onlar orada qalmayacaqlar da. Aha. Mən onu evə aparmalıyım. Mənim şəraitim yoxdur. O evdə qaz yoxdur. O ərazidə qaz yoxdur, işıq yoxdur, heç nə yoxdur. Mən orada qalmıram. Didərcin düşmüşəm, öz evimdən didərcin düşmüşəm. Aydındır, Oğlumu budur da- sizin həyat yoldaşınız şəkildə Bəli, gördüyümüz. bəli. Mən buradan müraciət eləmək istəyirəm. Bu kişi hardadır indi? Mən ona buradan şəxsən müraciət edirəm. Hə. Deyirəm, ayıbdır, Azərbaycanlıyıq, Qarabağçın vuruşmusan, başa düşürəm səni. Səndən heç nə istəmirəm, Xaqani. Gəl, uşaqlarına sahib çıx. Başqa heç nə istəmirəm. Mən sənə elədiklərin hamısının üstündən xətt çəkirəm. Amma ayıbdır, mən sənə görə əziyyət çəkmişəm. Heç olmasa o əziyyətə hörmət elə. Mən özümü öldürə bilərəm, hər hansı bir hərəkət elə. Amma o uşaqların ahın aləsi məni boğur. Mən onlara görə gedib qab yuram. Mən hər bir işə qatıram. O kameradan görürsən. Qatıb qatlaşıram, insanların səbirsizliyinə dözürəm, hər şeyə dözürəm. Amma bilirəm ki, ha vaxtsa deyir, atamız gələcək, ana biz qorxuruq axı ondan. Mən o qorxudan daşı qorxuram ki, ha vaxtsa onlar səndən qorxsunlar. Ayıbdır Xaqani, mən atama hörmət elədim, sən bilirdin axı. Belə niyə elədin? Aha. Adı, soy adını deyin. Bəlkə Xaqani bəy harda yaşayır? Rızayev Xaqani, burada qeydiyyatda deyil, Bakıda qeydiyyatda deyil. O Lənkəranda qeydiyyatdadır. Aha. İndi hardadır bu adam? Bilmirəm, harada. Bilmirsiniz. Xəqani bəy, çox xahiş edirik. Yoldaşınız buradan səslənir. Sizin 4 uşağınız var, hə? Bəli. Sizin 4 az Oğlum yaşlı uşağınız xəstədir, var. gözlərində Çox çırpıdan xahiş edirik. Siz bizim səsimizə səs verin. Zəhmət olmasa, bax, ekranda gördüyünüz bu nömrəyə zəng eləyin. Ola bilər sizin hansı argumentləriniz var, belə bir səbəbiniz var ki, siz evə gəlmək istəmirsiniz. Biz əlimizdən gələn kömək edərik, aydınlaşdırarıq. Nə bilim, Bəlkə nə başıma bir bacarıqsa iş gəlir, edərik. mən bilmək Tək ki, bu istəyirəm. uşaqlar yazıqdılar. Artıq həyat yoldaşınız uşaqlarından imtina etmək məcburiyyətində qalıbdır. Yəni, bax, belə bir vəziyyətdir. Çox xahiş edirik. 2 gündə gözləyib dözək. O xanımın rəsmi nigahları var. Mən elədim zəhmizcat 4-cü övladda Hə. var idi, boşandım rəsmən 20 gün ərzində. Mənə dedi ki, aliment yazsan, uşağı verdim, apardı evinə. Uşağı ver, aparım, haqqımdır. Dedim, apar, evi yoxdur. Sonra zəng eləşəndə telefonla uşağı danışa bilmədim. Dedim, niyə Xaqani eləyirsən? Özüm bilərəm, uşağı saxlayıram, qoy məndə qalsın, mən də atayam. Dedim, axı, elə deyil, uşaqla danışmaq haqqım var mənim. Onda elədirsə, heç nə istəmirəm, uşağımı gətir. Mən tələb elədim, uşağımı gətirdi. Dedi, bu uşaq, bu da sən. Dedim, Xaqani, əgər qaydacaqsansa, sənə pulun lazım deyil. Gəl uşağa bax, uşaq ata yolu gözləyir. Ata gözü yolda qalır da, haqqım yoxdur onu tapdalamağa. Bu da Aha, bir dəqiqə, buyur Afət. Qızı zəhmət olmasa tez yanıma göndərin də. Hansı qızı? O ağlayan qızı. Xalası təni, ay. Nə gözəl, nə gözəl. Gəl, gəl qızım. Kaş ki mənə hə deyeydin, kaş ki mənə hə deyeydin. Aha, gəl. Ağlama. Gəl, gəl, ağlama, gəl. Qulağıma Aha. söz deyəcəm. Ana, adım nədir? Aha. Yaxşı. Afət gəl söhbət edənə qədər biz söhbətimizi davam etdiririk. Demək, biz səsləndik, sənin yoldaşın da bizi eşitdi. 2 gündə gözləyək, görək Xəqani bəydən nə xəbər gələcək. Xəbər gəlməsə, biz artıq öz bildiyimiz kimi məsələ ilə bağlı məşğul olarıq. Sonra burada digər bir xarici vətəndaşdır. Siz hansı ölkə vətəndaş? Hə? Gürcistandan Marnov rayonuna. Hə, tapıldı. Hə? Ağlamayın da. Tapıldı. Rusiyada təzə gəlib, 2 aydır Rusiyadan gəlib. Ana gəlib. Masaldadır.
Vallahi çok sevindi. Çok sevindi. Ne güzel, ne güzel. İndi Deməli mən danışıram xanımdan, Sədaqət adında xanım mənə xəbər verib. Adını dəyişib Şamama qoyub. Rusiyadaydı və yenici qayıdı. Sonra ona görə soruşdum ki, bir oğulda Rusiyadadır, Rusiyada onun yanındadır. Dedi ki, bəli, odur. Və telefon nömrəsini götürdüm. Həmən xanımın özünün şəxsi nömrəsi mənə verəcəklər və nömrəni də verərəm, özləri danışırlar bir daha. İndi ərazində masaldadır. Masaldadır, bəli. Şükür Allaha, çok güzel, çok güzel. Artık sizin necə deyərlər, bu pis günlərimiz qaldı. Qaldı arkada. Çok güzel. Aha, bəli. Allah sizdən razı olsun. Çok Amma bir şey demək istəyirəm Buyurun. ki, bu gözəl bir balanın o cür göz yaşlarına, əgər o ana sağ salamat idisə, ağlı yerində idisə, bu zamana burada qədər olmayıb, Rusiyada olub. İndi müəyyən harda səbəblər olur var. olsun Elgiz Burada müəllim. indi müəyyən məsələlər var. Ay Gülaya xanım, səbəb Müəyyən nə olursa məsələlər olsun, var. şükürlər olsun. Şükürlər olsun. Tapıldı, Yox, sizə Elgiz müəllim, təşəkkürümü bildirirəm. Reklamlardan sonra yenidən birlikdə olacağıq. Ulusal verilişinin hansı iştirakçısı faciəli şəkildə dünyasını dəyişdi? Adam içində. Təşəkkürlər və valla elə bir təlatıma gəlib bütün telefonlarımız və hər kəs sizi təbrik eləyir, qızım sizi təbrik eləyir. Biz də bu təbriklərə qoşuluruq və təbii ki, indi yenə də xəbəri aldıq, nömrə əlimizdədir, qadının yerini bizə dedilər. Onun Rusiyada yaşaması səbəbi və sizdən gizli qalma səbəbləri var deyir. İndi biz bunu dəqiqləşdirək inşallah. Həftənin birinci günü mən çox ümid edirəm ki, sizi burada biz studiyada görüşdürək, o ananızla inşallah və təşəkkür edirəm və şok xəbər. Saxta əskinaslarla alış-veriş eləyən cinayətkar qrup peyda oldu. Ehtiyatlı olun. Bu bir xəbər.